Burada neler var ha? Ay burada neler var? Çok şelale ve Hindistanlı var burada. Niye eləyirəm bilmirəm amma eləyirəm. Elə özümü harunlamış hə, pulu tapdın, qudurdun zadı, özümü elə hiss edirəm yəni. Ayda yol zadı pis, yol dağılıbdı bütün burada ya. Amma yoldan söhbət getmir. Gözəlliyə bax. Gözəlliyə bax, gözəlliyə bax. Aşağısı buranın kat-kat kəndidir. Bu kəndə doğru gedəcəm. Ay nə olubdu? Orada acıyorsan. Ben propka yaratmıram burada uşaqlar. Yox, yaratmıram. Buranın aşağısı kat-kat kəndidir. Mənzərənin də gözəlliyinə baxın da, baxın da bir dənə. Gözlədiyimdən daha turistik bir yer çıxdı. Hətta çox daha turistik bir yer çıxdı. Tak, nə deyir bu? Deyir ki, kat-kat kəndin. Ay, burada nə? Burada nə görmək olur? Bura girəcəm, bura girəcəm. Neçədir bileti oranın? 150 min. 8 manat falan da. Girəcəm bura. Amma yəni çox belə turistik yer gəldi və heç də ürəyimcə bir yer olmadı. Getdik. Girək bura, bura girək. Bura girmək lazımdır. O birilərə girmədim ama bura girmək lazımdır. Çatçaq kəndi. Çatçaq kəndi. Sapanın Çatçaq kəndi. Biletim var mənim, biletim var. Pul vermişəm ona. Sağ ol, sağ ol. Ölənlərin oldu rəhmətlik bax. Getdik. Vallahi kulağıma bir şəlalə səsi gəlir. Buralardan bir yerdən. Amma bilmirəm. Ay, burada sürüşən şeylərdən var. Bileti daxildir görəsən. Nə olar bileti daxil olsun da bu nə olar? Nə olar? Bileti daxil olsun bu nə olar? Bileti daxil deyil məncə. Olmadı da. Məncə deyil bileti daxil. Neçə olur o? Bahadırsa girməyəcəm. 40 min. Eləyərəm 40 min nədir şey 40 min. 40 mindir. 40 mindir. Alacağım, girəcəm 40 minə. 40 minə qədər eləyir. 2 manat 40, 2 manat 50 gəl falan. Get buradan buradan. 2 manat 50 qəpiyə belə bir fişə minəcəm. Buradan sürüşü. Oy, nə qədər gedirsən ha? Oy. Çox bir xeyli gedirsən ha. Ne bundan geldi? Burada neler var ha? Ay, burada neler var? Oy. Gedək. Wow. Dronda çəkirdi. Dedim mən dron görüntüsü də ver. Cəmi neçə manata verdi? 6 manata falan dedi ki dron çəkir. Dronu da gəlirsən buradan kardeşdən alırsan. Bu transfer edilir sənin telefonuna. Böyle. Olsun da, niyə də yox? Aha. Geçen biznesdə amma. Yəni biznes sevdim. Anında drone görüntü. Okay. Thank you. Okay, thank you. Bunu geçtik. Tamam. Aşağıdaki kəndin bir dənə gözəlliyinə bax. Çatçaq kəndinin bir dənə qəşəng gözəlliyinə bax. Pew. Şu aşağı. Buradan çekti, buradan şu aşağı. Yol verin udam gelir. Ben aziz adam. Bu ne? Körpüler de var ha bunların. Tahta körpü. Aman kardeş yani. Tamam turistikti odu budu ama mənzərəsi çok güzel həqiqət. Çok. Hanım da burada şəkil çəkdirir.
Şəlalənin adı Sevgi Şəlaləsidir. Sevgi Şəlaləsi. Təbii ki, məyələ şəkilləri çəkdirməyəcəyim üçün burada yerli tayfaların, monkların, elə deyim, milli geyimləri, əslində buna bənzər geyimləri bizdəki kimi, yəni çox şey deyil də, oncaq tədbirlərdə falan geyinirlər bizim milli geyimlər. Burada elə deyil, yəni göstərmişdim əslində onu, yəni bazarda falan da yəni öz geyimlərində olurlar demək olar ki, monklar. Amma dediyim kimi, nə qədər turistik də olsa, qəşəngdir. Bir zamanlar bura daha çox lokal imiş də, belə deyək. Turist falan az imiş. Amma dediyim kimi, kifayət qədər qəşəng bir kənddir. Hə, belə. Nə qədər şəlalə var ha, kənddə. Xeyli çox şəlalə var burada. Yəni bu yeri cəmaatın adını soruşsan, bəlkə onların adı şəlalə də. Yol verin görək. Deyir ki, qədim hidroelektrik santral, burada nə qədər şəlalə, doğruda çox şəlalə var. Belə çox şəlalə və Hindistanlı var burada. Burada çoxlu şəlalə və Hindistanlı var. Çoxlu sayda şəlalə və Hindistanlı var burada. Yəni şəlalə mi daha çox Hindistanlı mı desəz, yəni burada hidroelektrik fiş var imiş, vaxt. Deyir ki, qədim hidroelektrik, yəni su elektrik stansiyası. Qədim nə qədər qədim? Yəni bu qədim amma nə qədər? Burada onun içərisi. Deyir ki, this is one of the first hidroelectric plants. Deyir ki, bu Indochina'dakı ən belə birinci su elektrik stansiyalarından birisidir. 1925-ci ildə fransızlar tikibdir bunu. Maraqlı söhbət. Gör nələr yazır. Deyir ki, bunu instruction deyə qoyublar ki, üstünə bir şey qoyun da bu necə olsun. O vaxtın yeri cəmaatı. Belə. Deməli, buraların ilk su elektrik stansiyalarından birisi olubdur. Bu gördüyünüz şey. Və fransızlar tikibdir. Aydındır. Burada belə bir şey var. Bunu götürsən, bu belə yiysən, bax. Niyə eləyirəm bilmirəm, amma eləyirəm. Çox yavaşdılar, çox yavaşdılar. Uşaqlar, biraz möhkəm sürətlə hərəkət eləyək də, sürətlə hərəkət eləyək. Qoy. Əslində buranın belə dərinliklərdə meşənin içinə falan da girmək olur, amma artıq gecə olduğu üçün mən girməyəcəm. Belə. Gedək. Qarnımıza bir qismət çörək yeyək. Videonu da elə yekunlaşdırır. Qaydanda bu golf maşinlə qaydacam. Amma yeri yoxdur. Yerlər yoxdur. Vurdum qalxınca nəfəs kəsilir. Həsən elə, bununla da gedəcəm. Qayıtmağa axot yoxdur. Buna bir 10,000 verək, 10.000 verək buna bununla. Hara getdin? 10.000. 1000 mi deyə elə elədi yoxsa? Şibeli bir papa. Bilmiyorum, ağzıma bir mahnı düşüyor. Şibeli bir papa. Hey, şeligi papa. Pul verirdim, pulu götürmədim. O gördüğünüz gözü tox adamdı. Götür 10.000. Oy. Otur 10.000 götür, 10.000. Gəl yanında oturum da sən də, sən paplaskı gedəylə. Niyə qıraq yerdə oturum ki? Gedək bundan. Sən də işin zülüm deyib valla, ancaq onluq sayırsan. Bir 20'li yıl onu.
283 khách một hướng dẫn. O qədər hər yerə belə piyada getməyə öyrəşmişəm ki, nəyəsə 60 qəpik verib minəndə özümü belə çox belə şey hiss edirəm, ya harunlamış hiss edirəm. Belə özümü harunlamış, hə, pulu tapdım, qudurdun zadı, özümü elə hiss edirəm yəni. 60 qəpik vermişəm ha. Və yaxud da çöldə piyada gedənlərə, kasıb səfil, yoxsul deyib lağ eləmək istəyirəm yəni. Neyse, gəldim motorumun yanına. Buradan gedək bir tikə, bir qismət. Sonra yeyək, orada da elə videonu yekunlaşdırır. Haydi. Gətirdi. Ay can. Bu qadın bu işi bacarır da, bu xanım bu işi bacarır da. İndi bunun yanına bir dənə də düyüm gələcək. Bütövlükdə dediyim kimi 5-6 manat belə civarında bir şeylərdir. Yeməyimizi yeyək. Adam belə şeylər görəndə ürəyi açılır da vallahi. Adam belə şeylər görəndə həqiqətən ürəyi açılır yəni. Oo, çox istidir. Necə? Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə sağ olun.